Hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Müəllimlər, bugün sizlər üçün inteqrasiya mövzusundan bir açıq tipli sualın izahını verəcəm və bu sual ətrafında sizlərə inteqrasiyanın vacib məqamlarını çatdırmış olacağım. Və bir şey də qeyd edeyim ki, bu sualı yeni çərçivə sənədinə əsasən 2026-cı il çərçivə sənədinə əsasən hazırlanmış vəsaitdən əldə eləmişəm. Orada necə qeyd olunmuşsa, o şəkildə yazmışam və onun üzərində izah verirəm ki, sizlərə ətraflı məlumat verə bilim. Deməli, sualı oxuyuruq müəllimlər. Diqqətlə oxuyandan sonra sualda nəyə fikir verəcəksiniz? Sualda fikir verəcəksiniz ki, sizdən nə istəyir? Bax, verilmiş situasiya sizdən nə istəyir? Hansısa bir fən biliklərinin möhkəmləndirilməsini tələb eləyirmi? Sonra real bacarıqlar tələb eləyirmi? Sonra hansısa fənnin daxilində əlaqə qurmaqını tələb edir. Bax, situasiyaya hər tərəfli baxın, tələsmədən. Sualın böyüklüyü sizin gözünüzü qorxuzmasın. Getdik. Əvvəlcə oxuyuruq. Məktəbdə bəzi şagirdlər gündəlik fəaliyyət zamanı tez yorulduqlarını, baxın, oxuduqca qeyd edirik. Tez yorulduqlarını görür, tez yorulur. Diqqətlərinin yayınmasını və fiziki fəaliyyətdə çətinlik çəkdiklərini bildirirlər. Aha, fiziki fəaliyyətdə çətinlik çəkdiklərini bildirirlər. Bu hal onların həm dərs, həm də gündəlik həyat keyfiyyətinə təsir edir. Artıq bura qədər biz oxuduq, bura qədər bizə aydındır ki, ortada bir dənə problemli vəziyyət var. Şagirdlər fəaliyyət zamanı tez yorulurlar, diqqət yayınması var və fiziki fəaliyyətdə çətinlik çəkirlər. Bir dənə problem var. Aktual bir dənə problem olduğunu görürük. Və bu problem onların həm dərsinə, həm gündəlik həyatına təsirini görə bilirik. Aha, gördük. Nə var? Yazırıq. Real bir dənə problem var. Yazdıq. Üstə gəlik. Bu vəziyyət şagirdin gündəlik həyat tərzi və vərdişi ilə necə əlaqəli ola biləcəyini deyir. Təhlil et. Həmçinin bu problemin fərdin inkişafına, məktəb mühitinə, uzun müddətli rifaha mümkün təsirini izah edin deyir. Şagirdin daha balanslı, məhsuldar həyat tərzi qurması üçün real tətbiq oluna bilən davranış dəyişiklikləri, fərdi məsuliyyətə əsaslanan təkliflər hazırlayın deyir. Əziz müəllimlərim, baxın, bu tipli sualları oxuyanda siz gördünüz ki, burada bir dənə problem var, düzdürmü? Real bir problem var və sizdən həmin o problemin həll etmək soruşulur. Həmin problem niyə baş verirdi? Onun təhlili soruşulur. Bax, deyir, şagird tez yorulur. Şagirddə diqqət yayğınlığı var. Fiziki fəaliyyətdə çətinlik çəkir. Axı niyə? Deyir, səbəbini analiz elə, təhlil elə, araşdır, sonra gəl izahını ver, izah elə. İzah elə ki, bu səbəbdən şagird yorulur. Şagirddə diqqət dağınıqlığı var. Misal üçün, telefona çox baxıbdır, zəif qidalanıbdır, gec yatıbdır. Bu səbəbdən şagirdimizdə bu problemlər ortaya çıxıbdır. Düzdürmü? Artıq bir insan bunları səbəbini tapıb, təhlil eləyib, izah eləyə bilirsə, artıq şagirddə nə var? Üzr istəyirəm. Bu situasiyanı təhlil edən insanda həyati bacarıqlar formalaşmış olur. Həyati bacarıqları burada tətbiq edir insan. Əgər bu situasiyanın təhlili verilibsə, izah eləmək varsa burada, həyati bir bacarıq tələb olunur. Mən bir şeyi izah eləmək üçün, təhlil eləmək üçün əvvəlcə məsələni, problemin olduğunu müşahidə eləyirəm, sonra başlayıram təhlilə, sonra onu izah eləyəcəm, sonra şagird üçün, şagirdin həyat tərzi üçün, rahat həyat tərzi üçün, həyat tərzi qurması üçün deyir, real və tətbiq oluna bilən davranış dəyişiklikləri, fərdin məsuliyyətə əsaslanan təkliflər hazırlayıramsa, artıq mən burada fənüstü inteqrasiyanı reallaşdırmış oluram. Baxın, fənüstü inteqrasiya bizdən real problem həlli soruşur. 21-ci əsr bacarığının tətbiqidir. Yəni, fənüstü inteqrasiyada, əziz müəllimlər, hansısa fən biliklərinin, bu situasiyada fən biliklərinin tətbiqi, fən biliklərinin möhkəmləndirilməsi soruşulmur. Bu situasiyada bizdən bacarıq soruşulur. Bacarıqlar,
real problemi həll etmək üçün bacarıqlarımız soruşulur. Və biz bunu eləyə biliriksə, artıq fənüstü inteqrasiyanı reallaşdırmış olacağıq. Fənüstü inteqrasiya real problem həllini soruşur. 21-ci əsr bacarıqlarını tələb edir bizdən. Yəni, əziz müəllimlərim, buradan bir ümumi nəticəyə gələk ki, fənüstü inteqrasiya bizdən nə istəyir? Fənüstü inteqrasiyada baxacaqsınız ki, problem gerçəkdirmi? Gerçəkdir. Həyatidirmi? Həyatidir. Aktualdırmı? Aktualdır. Bax, bunlara baxacaqsınız. Sonra, həmin problemi həll etmək üçün insanda tənqidi düşünmə olmalıdır. Problem analiz etmə qabiliyyəti olmalıdır. Yaradıcı həll yolları tapmaq qabiliyyəti olmalıdır. Bir hadisəni digəri ilə müqayisə eləməlidir ki, bu proses niyə baş veribdir? Əsaslandırılmış qərar vermək qabiliyyəti olmalıdır. Və ən sonda öz mövqeyini əsaslandıra bilməlidir. Yəni, praktiki həll yolları, təkliflər planı hazırlaya bilməlidir. Fənüstü inteqrasiya bizdən bunu istəyir. Fənüstü inteqrasiyada, belə deyək də, problem həlli var. Hansısa bir real, aktual problemin həlli soruşulacaqsa və bacarıqlar tələb olunur. Müəllimlər, ola bilər hansısa bir situasiyada fənlər arası fənüstü olsun. Amma bu situasiyada sırf fənüstüdür. Sırf olaraq fənüstü inteqrasiya reallaşmış olur. Çünki problem həlli var, problemin həll etmək üçün təhlil eləyəcək, sonra təhlildən sonra mənə izahını verəcək, sonra öz təkliflərini hazırlayacaqsa, artıq həmin insanda 21-ci əsr bacarıqları tələb olunur və 21-ci əsr bacarıqları burada tətbiqi açıq şəkildə görünür. Deməli, müəllimlər, əgər bu izahı başa düşdünüzsə, bəyənməyi, paylaşmağı unutmayın. Kanalıma abunə olun ki, bu tipli videoların davamı ardı gəlsin. Və bir şey də qeyd edeyim ki, fevral ayı artıq başlayıb. Fevral ayında bizim qruplarımız var və qeydiyyat davam edir müəllimlər. Bizim qruplarımızda müəllim sayı az olur. Yəni 8 nəfər, maksimum 8 nəfərlə çalışırıq ki, müəllimlərimizlə sual-cavab eləyə bilək, aktivliyi təmin eləyə bilək. Yəni müəllimlərin bizim qruplarda tam şəkildə öyrənməsi təmin olunur. Yəni dərsi keçdim, getdim, yox. Bir müəllimlərlə sual-cavab edirik. Bu şəkildə açıq tipli suallar üzərində təhlil gedir. Müəllim başa düşmədiyinin sualını verir, izahını veririk. Bəli, 2 saata yaxın dərsimiz davam edir. 90 dəqiqə yox, 2 saat dərslərimiz davam edir. Qoşulmaq istəyən müəllimlərimiz qoşulsun, artıq fevral ayıdır. Yəni, qoşulun, öyrənmənizi təmin eləyin. Yəni, özünüzə vaxt ayırın müəllimlər. Bu sizin özünüzə elədiyiniz ən böyük yatırım olacaq. Belə müəllimlər, izahımı bəyəndinizsə kanalıma abunə olun, şərh yazın və bu da bizim motivasiyamızı yüksək tutmamıza kömək olacaq. Belə müəllimlər, sağ olun, özünüzdən müğəyyət olun.